Üzr istəyirəm, popunu çıxartdım velosipedin. Mən buradan bizə yeraltı piyada keçidi ilə gedin velosipedlə. Bax, bu sürücülərə mən səslənirəm. Gəlin baxaq görək, 40 kiloluq velosipedi mən bu yeraltı piyada keçidindən necə keçirtməliyəm? Burada svetofor istəməyən sürücülərə deyirəm ki, mən məsəl üçün burada gəldim. Birincisi, burada pandus zaten uşaq arabası üçün əl çatan deyil. Yəni, belə bucaqlar olmur. Gəlirəm, baba, nətər keçirməliyəm? Görürsünüz? Baba, sürüşürəm mən bunu. Qəsdən eləmirəm. Hələ bunu qaldırmaq da var, ha. Hop. Yəni, belə məntiqlə mən sürüşməliyim də. Hop. Üzr istəyirəm, popunu çıxartdım velosipedin. Hələ bunun qaldırılması var, ha. Yəni, kifayət qədər əziyyətdir. Bax, belə şəraitdə sizcə velosipedi gəlib edici nəqliyyat növünə çevirmək mümkündür, yoxsa yox? Egoist olmaq, dostlar, lazım deyil. Velosipedçilərə rahat piyada keçidləri lazımdır. Nə var, siz bir sürücü olaraq burada 10 saniyə, 15 saniyə dayanmaq istəmirsiniz, insanlar bu qədər əziyyət çəkməməlidir. Şəhər insan yönümlü olmalıdır, piyada yönümlü olmalıdır. İlk növbədə insanlar üçün rahat olmalıdır ki, biz bax belə gündəlik səfərlər üçün avtomobil istifadəsini azaldaq. Görürsünüz, uşaq arabası ilə gedənlər rahatdır sizcə? Ona görə dostlar, deyirəm ki, yeraltı, yerüstü piyada keçidləri şəhərə ziyandan başqa heç bir şey gətirmir. Kimsə deyir ki, təhlükəsizlikdir, avtomobillərin fasiləsiz hərəkətidir, amma xeyr. Bu, köhnə təcrübədir. Magistrallarda yancaq olmalıdır, amma şəhər magistral deyil. Bunu bilin. Neftçilər prospekti də o cəhətdən. O, Neftçilər prospektindəki eyni səviyyəli piyada keçidi mütləq qalmalıdır. Çünki onun əl çatan alternativi yoxdur.